Salam, Swift dərslərinə xoş gəlmisiniz. Mən Mahid Əliyev. Sizlərə Xcode-la bir yerdə gələn Objective-C dilindən sonra yaranan Swift dili haqqında danışacağım və əlimdən gəldiyi qədər kömək edəcəm. Swift dilində sizə etaplarla lazım olan materialları göstərəcəm. Yəni, Swift dilini artıq bilənlər, belə deyim, maraqlansa daha yaxşı olar. Çünki təməldən heç bir nümunələr göstərməyəcəm. Sadəcə lazım olan materialları çəkəcəm. Lazım olan dediyimdə nəyi nəzərdə tutduğumu da izah edeyim. Yəni, iş əsnasında aldığınız hər hansı bir iş ya da öz proyektləriniz fərqi yoxdur. Hər hansı bir gedişat anında problem yaşadığınızda bizə şərh yazaraq video əldə edə bilərsiniz. Yaxud da ki, bizim kanaldan videolara baxa bilərsiniz. Nümunə olaraq internetdən məlumatın çəkilməsi, API məlumatın alınması, göndərilməsi, PostGet kimi materiallar, TableView-un istifadə olunması, triadlar, bunun kimi bir çox müxtəlif materiallar göstərəcəm. Və vacibi olan elementləri çəkəcəm. Ola bilər kiçik videolar olar ya da qısa videolar olar. Amma bu tam lazım olan materiallar olacaq. Bugün array ilə başlayacaq. Daha doğrusu array deyil, bu obyektdir. Mən başlamaq istəyirəm və ümidvaram bəyənəcəksiniz. Heç bir əlavə məlumat verməyəcəm. Yəni, yenə də nəzərdə saxlayın. Təmələ dair. Birinci dərs deyək. Ekranda bir qovluq yaradım. Dərslər olsun. Bütün dərslərimizi bunun içinə əlavə eləyək. Əslində, könül istəyərdi ki, storyboard istifadə etmədən bütün dərslərimiz olsun. Amma çox təəssüflər olsun ki, hal-hazırda daha çox storyboard istifadə olunur. Yəni, vizual komponentlərdən istifadə olunub proqram yazılır. Amma mən normalda öz proqramlarımın heç birini storyboard istifadə etmədən yazıram. Ekranlar arasında gəzişəndə problem yaradır bizə. Düşünün. Lap belə eləyək. Biraz dərs uzanacaq, amma göstərmək istəyirəm. Bir neçə storyboardımız olsun. Ortalama bir minimum proqramda ən azı bir 10 ədəd storyboard istifadə edədiyimizi düşünək ki, 40-50 dənə olan əplərimiz olur. Bu çox olduğunu düşünün. Bu şəkildə olduğunu düşünün. Çünki hamısını yan-yana qoya bilməyəcəksiniz. Bir-birinə bağlantısını görmək istəyəcəksiniz. Baxın, bunların arasında gəzirik. Və bu artıq onlara, 20-lərə gedib çatanda artıq biz itəcəyik hansı pəncərə, hansı panel, hansı klass. Ondansa bir dənə olması daha çox məsləhətlidir. Bir dənə deyil də, mən bunu istifadə etmirəm. Bütün storyboardları create edirəm və bunun kimi klasslar yaradıb lazım əməliyyatlar aparıram. Amma mən əlbəttə ki, bu dərsdə və göstərəcəyim qısa videolarda storyboard istifadə edəcəm. Storyboard üzərindən göstərəcəm dərsliklərimi və videolara baxış sayı normal olarsa, yəni izlənmə normal olarsa, bir proyekti sıfırdan Firebase 3 ilə chat proqramı ola bilər və yaxud da ki, hər hansı bir bloqun əpi ola bilər və yaxud da ki, sıfırdan bir əp ola bilər. Nə yazsaq, bir yerdə yazacaq, amma orada storyboard istifadə etməyəcəm. Qayıdıram dərsimə və burada artıq mən vizual olaraq bir şey göstərməyəcəm. Mən sadəcə array haqqında və object haqqında danışacağım. Array. Bildiyimiz kimi bizim dilə çevirəndə biraz çox rəsmiləşmiş şəkildə olacaq, amma yenə də silsilə. Array nə verir bizə? Nümunə olaraq var. Array ismində bir arrayimiz olsun. İki variantı var. Bu şəkildə ola bilər.
Belə eləyək. Burada mənə bir xəta verir. Keçdi. Deyək, Swift Xcode. Artıq mənim 2 kontu olan bir array'im var. Print array. Bu array yox, bu array. Bu arada düzdür, təməllərə aiddir. Yenə də nəzərinizə çatdırım. Böyük balaca hərf duyarlı sintaksiya aid dillərdəndir Swift və Swift Objective-C-yə görə çox rahat və asan öyrənilən dildir. Mən bir array yazdırdım. Bir də danışığım biraz basit olacaq insanların başa düşməsi üçün. Maksimum rahat danışacağım ki, lore şəkildə danışacağım ki, hər kəs rahat başa düşsün. Nə terminlər, nə də qəli sözlər istifadə etmək istəmirəm. Bir də belə yazıram. Bu mənə nə verir? Proqram işləyək. Simulator açıldı və print sahəmiz göründü. Deməli, birinci mən array'in özünü yazdırdım. Swift Xcode 2 içində dəyər var. Sonra da dəyərlərdən birini aldım. Yəni ilkini. Bildiyimiz kimi item indeks dəyərinə görə indekslər həmişə sıfırdan başlayır. Bu da item olduğuna görə ya da row olduğuna görə sıfırdan başlayır. Sıfırıncı dəyər Swift-dir. Əgər mən 1 yazdırsaydım, əlbəttə ki, mənə Xcode qaytaracaqdı. Gördüyünüz kimi Xcode qaytarır. Yaxşı, biz bu halda əlavə eləmək istəyəndə nə edirik? Belə bir şey eləyə bilirik. Array append nə yazaq? iMac yazaq. Bir də run üzrə, bir də run eləyək. Görək nə çıxacaq. iMac əlavə olundu. Yaxşı. Heç bir dəyər default olaraq, yəni susmaya görə ayrılanmış, yəni ki, ən başdan deyək, susmaya görə dedim. Yəni default olaraq ən başdan heç bir dəyər atanmayacaqsa və boş olaraq başlayan dəyərin içinə əlavə olunacaqsa, o halda nə etməliyik? Tutalım. Belə bir dəyərimiz olsun. Mən append etmək istəyirəm. Baxın. Mənə xəta verdi. Xətamız nədir? Oxuyaq. Tipi tam olaraq bəlli olmadığına görə hara nəyi yazacağımı bilmədiyim üçün belə bir xəta çıxdı və biz bura yazdığımız type stringdir. Yəni text, yəni mətinsəl yazılır. O zaman string deyək. Nə deyir bizə? Baxın, Swift'in daha asandır. Daha doğrusu Xcode ID'sinin daha yaxşı tərəfi budur. Belə bir şey çıxardır. Bu bizə xətamız olduğunu və onu düzəltməyimizi istədiyini deyir. Birincini seçək. String tipi tanımladıq və onun qaydasını verdi bizə. Və artıq boş olan bir dəyərimiz var. Və açılanda sadəcə bir iMac sözü gələcək. Və xəta verəcək. Xəta verməyinin səbəbi nədir? iMac-ı yazdırdı. Sonra fatal error dedi. Yəni birinci printimizdə problem yoxdur. İkinci printimizdə problem var. Sizcə nədir? Əminəm ki, siz də anladınız ki, məsələn yerdədir. 0 indeksindən başlayıb, biz isə 1 demişik. Yəni bizim 2 dəyərimiz yoxdur. Sadəcə bir dəyərimiz var. Biz isə olmayan bir dəyər çağırdığımıza görə, daha doğrusu indeksi, item'ı, row'u çağırdığımıza görə belə bir xəta baş verdi. Gördüyümüz kimi iMac gəldi. Bu bizim array variantımız. Bir də object variantı var. Niyə? Bununla onun fərqi nədir? İzah edeyim. Yaxşı, deyək ki, bizdə əlimizdə iMac var, MacBook var, sonra nə olsun? iPhone var və bunların
özlərinin hər birinin məlumatları var. Bir telefonda nə olur? Ad olur, markası olur, modeli olur, gücü olur. Yəni bir cihazın parametrləri olur. Yəni ki, biz bura iMac deyə bilərsiniz ki, sual verə bilərsiniz beləsinə. iMac 27 inç. Bunun yanına filan yaza bilərsiniz. Amma sadəcə iMac haqqında göstərə bilərsiniz. Amma bizə o lazım deyil. Bizə bir neçə elementin bir çox məlumatı lazımdır. Bunu necə eləyəcəyik? Çox qəşəng. Aşağı. Bir klass yaradaq. Bunu ataq o tərəfə. Klass. Adı nə olsun? Array ya da belə eləyək. My object deyək buna. Type da NS object tipi olsun. Bunun içində, my objectimizin içində bizə lazım olan məlumatlar olacaq. Məsələn, var mark belə olsun. Mən çox dərinə getməyəcəm. Optional olaraq yazaq, problem çıxartmasın. Mark model string. Type'ların hamısını string qoyacağım. Çox uzatmaq istəmirəm videonu. Display. Bunu belə eləyək. Çalışaq. Problem çıxartmayaq özümüzə. Display. Ondan sonra run. String. Prosesör olsun. Prosesör. Bu qədər məncə yetər. Çox uzatmağın da mənası yoxdur. Bəli. Buradan davam eləyək. Əvvəlcə objektimizi ortalığa gətirək. Yəni, hal-hazırda istifadə edəcəyimiz klasın içində tanıtdıraq. Necə eləyirik? Çox asan. Var. Obj qısaltılmış şəklində deyim. Array'də istifadə edədiyimizdə bəli, tanışdı sizə. My object. Və belə bir şey eləyək. Çox qəşəng. Bunun istifadə qaydasını elə açılır-açılmaz göstərmək istəyirəm. İlk öncə belə olsun. Object bərabərdir my object. Ardınca məlumatlarımızı doldurmaq məsələsi bu şəkildə. Object olan material sadəcə append alır. Yəni, self, object, append. Amma element olaraq birdən çox məlumat olduğu üçün bir paket düzəltmək lazım. Bunun üçün eləyirik. Paketi belə düzəldir. Let. Əvvəlcə paketin bağlı olduğu qutu. Nədir? Object. My object olsun. Biraz uzun olacaq, eybi yox. Hatta my obj olsun, qısa olsun. Nə edirik? Object. My object. Yəni, klassımızı burada çağırdıq. Bu klası çağırdıq və onun içinə girəcəyik. Hər dəfə olmaması və normal kod yazılma məqsədi ilə. My object. Altdakən bunu bir alın mən hər dəfə. Baxın, burada məlumatlar çıxdı. Marka Apple. Buradan model iMac. Display. Bunlar təbii olaraq sizin verəcəyin type dəyərlərinə görə hesablanacaq. Ona görə bunu artıq düzəldə bilərik. Bunu bir yazaq, xətacı getsin oradan. Gördüyümüz kimi başqa nə qaldı burada?
RAM. RAM'ımız nə qədər olsun? RAM'ımız 8 GB olsun. Başqa bir şey də qaldı deyəsən. Bu da prosesordur. Bəli. Prosesor nə ola bilər? Core i5 3.2 GHz elə olsun. Bəli, artıq biz məlumatlarımızı girdik. İndi sadəcə obyektimizi göstərmək vaxtıdır. Print metodu ilə çağıra bilərik. Self obje deyəcəm. İlk öncə bunun nə çıxartdığını sizə göstərim. Gördüyünüz kimi MyObject-də belə bir dəyər verdi. İndi bunun içində sıfırıncı dəyərdən hansı item bizə lazımdırsa onu alaq. Bir problemimiz var. Baxaq. Doğrudur. Biz bütün dəyərləri optional yaratdığımıza görə bu bizə bir problem çıxardırdı. Swift-də, Xcode-da bizə kömək elədi düzəltməyə. O optional iki cür dəyər var. Nida və sual işarəsi var. Biz sual işarəsini yaratdığımıza görə o çıxmışdı. İndi mənim sıfırıncı almaq istədiyim, yəni birinci qeyd, sadəcə bir dənə qeydimiz var hələ ki. Apple iMac 27.8 GB, Core i5 3.2 dəyər. Bunun istədiyimiz məlumatlarını ala bilərik. Modeli alaq. Hətta belə eləyək. Neçə dənə vardı? Mən çox düzdüm deyəsən. Markanı üstə əlavə eləyək. Mark, model, display, onun altında RAM və son olaraq da prosesor. Bir bunu yoxlayaq. Bəli. Gördüyümüz kimi Apple iMac 27.8 GB gördüyümüz kimi datalar var. Və bunu əlbəttə ki çoxalda bilərik. Necə edə bilərik? Əslində bunun başqa bir alternativ yolu var. Bu şəkildə istifadə edəmək mən məsləhət görürəm. Növbəti dərsdə imkan olsa birinci bunu başa salacağım. Bunu daha yaxşı yolla necə yükləyə bilərik? Çünki o yöntəmi hər işimizdə istifadə edəcək. Mən sadəcə nümunə məqsədi ilə bu şəkildə göstərəm. İkinci, yəni bu çətin bir şey deyil, normal şəkildə belə edək. Bunların hamısını kopyalayaq. Sadəcə bura qədər. Çünki bunu da kopyalasaq yenə obyekt yaradacaq. Bu səbəblə biz nə etməliyik? Bu başda qalmalıdır. Nida çıxartdı, əlbəttə ki, bundan artıq bir dənə var. Bunları da kopyalayaq, yapışdıraq, dəyişdirək adına, çünki boş gedəcək. Artıq başqa bir, ikinci bir obyekt yaratdım. Və burada da buradakı dəyərləri bir eləyəcəm. Ancaq for dövrü ilə ya da while-la əlbəttə ki, bunu siz bir dəfə göstərib for içində dövr eləyə bilərsiniz, hər dəfə yazdırmaya bilərsiniz. Mən sadəcə nümunə göstərmək məqsədi ilə, həm də videonu uzatmamaq məqsədi ilə belə eləyirəm. Run eləyirəm. 2 dənə eyni məlumat gələcək. Biz məlumatları dəyişmədik. OK, belə eləyək. Bura nə yazaq? MacBook Pro olsun. 13.3 8 GB qalsın. Bunu da eləyək. 2.2 GHz və işlədək. Gördüyümüz kimi hətta belə eləyə bilərik. Kömək olaraq bunu düşünə bildim ki, ayıra bilək məlumatımızı, qarışmasın bir-birinə. Gördüyümüz kimi Apple iMac 27.8 GB Core i5
Burada da Apple MacBook Pro 13 falan filan. Sonraki dərsdə görüşmək ümidilə hələlik.